sual verilir ki, İslamdan başqa din qəbul olunacaq, Hristiyan və Yahudilərdən cənnətə girən olacaq, İslamda olmasalar. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm gəldikdən sonra ona iman gətirməyən cəhənnəmlikdir. Bu açıq aydındır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, لا يسمع بيهودي ولا نصراني ثم لا يؤمن بما جئت به إلا أكبه الله على وجه النار. Məni eşidən hər bir Yahudi və Xristian məni eşitdikdən sonra mənim gətirdiyimə tabi olmazsa, Allah Teala onu üzü qoyul cəhənnəmə atar. Amma o vaxtı isə Musa Aleyhisselam dövründə olanlar müsəlman idi, İsa Aleyhisselam dövründə olanlar müsəlman sayılırdı. Artıq Muhammed sallallahu aleyhi və səlləm gəldikdən sonra ona iman gətirməsələr, onlar artıq müsəlman sayılmır və bu cür ölsələr də cəhənnəmlikdirlər.